Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Bu günlərdə başlayırıq sümürgəcinin portresi və sümürgələşdirilənin portresi kitabından bir səfər oxuyaq. Üst-üstə gəlmişik 100-ci səfərdəyik və hətta 101 olsa olur da, 101-ci səfərdəyik, çünki 100-ci səfər ağdır. 101-ci səfəni oxuyacağıq və görək ki, nə olur? Sümürgəçi, yəni istemargər, fars ədəbiyyatında və ərəb ədəbiyyatında və ərz edeyim xidmətinizə ki, yazarı da Albert Memmidir. Bu bölüm ikinci bölüm hesab olur və sümürgələşdirilənin durumu. Görək ki, sümürgələşdirən, müstəmirə olanların nə durumda olurlar? Bu haqda bu günləri məlumat verəcək bu kitab bizim üçün. Bu mitsel portre saf bir yanılsama, sümürgecinin katı vicdanını yumuşatacaq bir sümürgə insanı görüntüsü olsa fazlasıyla iyi olurdu. Burada 2-3 dənə lüğət deyir ki, mən bunların üstündə bir az danışacağım, çox az 1-2 dəqiqədə hərəsini qurtaram geçsin. Bu mitsel dedik, mit yəni usturə, yəni ki, xiyali nağıllar. Məsələn, 7 başlı əjdaha nağılı. Bu, məsələn, bir xiyali nağıldır. Bunlar xiyali bir şeydir. Bu, mitsel portre de dedik ki, latincə sözdür əksə, ki, zehnimizdə olaq xüsusən, ona portre deyir. Əlbəttə, biz əksə ilə baxan, əksə baxanda portre deyirik da, buradan üstə xüsusən. Portre deyirik. Bu, mitsel portre saf bir yanılsama münəks eləyən, göstərən, yansılamaqdan gəlir. Ya bizdə yansılar, məsələn, uşağa deyərlər bir babağı yansılar, bir nənəvi yansılar, bir bacını, bir xalanı, filanı. O da yansılar. Yəni, onların ədasını çıxadır. İndi bu da yanılsama, yəni, əlbəttə yanılsamadır. Bu ehtimalən, yəni, bir toğlayıcı. Mən bunu bir Google eləyim, görüm ki, bir eyni sözdəndir, mən iştibah oxudum əlbəttə, türkcəmiz zəif olduğu üçün də bu iştibahlar çox görünür, təəssüf olsun ki. Amma türkcə söz Türkçe sözlük yazdıq gəldi və Google-in özünün Türkçesi, farsçası niyə gəlmədi? Calibdir. Bu səfər gəlmədi. Yazıq. Google Translate Turkish. Tamam, bunu gəldi. İndi yazaq. Burada deyək ki, yanılsama, yanılsama. Bəli, yanılsama ilə toğlamaqdan gəlir. Yanlış, oradan gəlirmiş. Mən onu yansıma ilə iştibah tutmuşam. Yanılsama, yəni bir toğlayıcıdır. Həs bu mitsel portre, yəni o müstəmirədən bir xiyali təsvir ki, bizə verirlər, dedik qabaqçı səfərlərdə, onlar yanılsamadır, toğlayıcıdır. Sümürgecinin katı vicdanı, kati, yəni qət'i, ya kəsici, sümürgecinin vicdanı, kəsici vicdanı yumuşatacaq bir sümürgə insanı deyir ki, onun o kəsici vicdanın, sümürgəcinin, istemargərin o kəsici vicdanı yumuşadacaq bir
sümürcə, müstəmirə insanı görüntüsü olsa fazlasıyla iyi olurdu. Deyir, çox gözəl, çox yaxşı olardı ki, bu belə bir şey olaydı ki, oxuduq. İndi burada dostlar, vicdan məsələsini mən istirdim deyəm. Vicdan, dostlar, ərəbcədə tapmaqdan gəlir. Vəcədə sözündən gəlir vicdan. Vəcədə, yucidu vicdan. Ərz edim ki, tapmaq mənasındadır. Biz türkcə, məsələn, yolda gedirik, bir şey tapırıq. Vicdan, o şey ki, bizə deyiblər, insanın vicdanı olar, o kəlmədən gəlir. Biz hardan tapırıq bu vicdanı? Biz nənədən olanda beynimizdə heç əsas yoxdur. Nə dil var, nə ədəbiyyat var, nə tarix var, nə musiqi var, nə din var, nə Allah var, nə Peyğəmbər, əsas yoxdur. Çox saf, sadə bir insanıq, doğuluruq, azad özü də. Bizi yavaş-yavaş beynimizi yıxırlar. Biz yavaş-yavaş nənəmiz, dədəmiz danışır, bacı qardaşlarımız, yoldaşlar, hə, famillər, gəlirlər, gedirlər, danışırlar. Biz də uşaqlıq, beynimiz bunları toplur. Çünki bizim beynimiz istəməklə örgəşməz. Biz istəmək örgəşməz. Bizim beynimiz elə 24 saat istirahat eləməz. Yaxuda da belə işlər. Bu toplur. İndi buna biz deyirik vicdan. Kim veribdir? Mədrəsə, ruznamə, kitab, televizyon, müəllim, danışqah, bu, gələn, gedən, yalan, yulan, hamısını veriblər. Buna deyirik vicdan. Yəni, məsələn, biz deyirik ki, filan şey pisdir. Haradan bilirsən pisdir? Çünki, məsələn, elə eşitmişik da, beləsidir, ya oxumuşuq, ya danışqahda deyiblər, ya mollalar deyiblər. Bizə fərq eləməz. İndi, biz əgər bir ayrı torpaqda olsaq, ya bir ayrı tarixdə olsaq, o tarixdə olmayaq. Məsələn, indi ki, biz əlan yaşırıq, indi olmayaq, 100 il sonra olaq. Vicdanımız bu olmayacaq ki, bu gün idi. 100 il qabaq da olsaydıq, vicdanımız bu olmayacaqdı ki, bu cür idi. Məsələn, 100 il qabaq olsaydıq, Qacar dövləti var idi, bizim dövlətimiz var idi, Osmanlı var idi, Türk dövlətləri var idi. Ondakı vicdanımız indiki müstəmrik ondan fərqli olacaq. Bunun üçün, dostlar, vicdan adında bir referens yoxdur. Yəni, vicdanı referens verə bilmərik ki, vicdan düzdür, doğrudur. Yox, vicdan yoxdur, vicdanı değişdirərlər, zaman içində hər şey değişər. Nə var ki, bu portreyi yaratan ehtiyacların qışqırtığı olacaqdır. Bu nə var ki, bu portreyi yaratan ehtiyacların qışqırtığı rəsm gündəlik davranışlarda etkin və yapıcı tavırlarda ifadə edilmədən qalmaz. Deyir ki, indi cəlibdir. Nə var ki, tamam, bu portre, o təsvir ki, xiyali təsvir ki, bizə müstəmirə insanından veriblər və müstəmirədən veriblər. Deyir, onu yaradan, o təsviri yaratan ehtiyacları üzünə, dünən dedik da ki, ehtiyacları üzünə bu təsviri bizim zehnimizdə yaradır ki, sən eləsən, sən beləsən, qorxaqsan, nə bilim, xainsən falan, pis sifətlər. Deyir ki, bu qışqırtı rəsm, onun çəkdiyi rəsm, onun bizim zehnimizə soxduğu rəsm özümüzdən gündəlik davranışlarda, bizim gündəlik hərəkatımızda, səkanatımızda, gəlgedimizdə, oturduğumuzda, fikirlərimizdə etkin və yapıcı tavırlarda, etkin, yəni təsir qoyan, əsər qozar, etkin və yapıcı, dostlar, məsnui, ya o işlər ki, mühümmidir, olar, tavırlarda, tavır dedik ki, həm düşüncə səthindədir, həm əməl səthindədir. Tavırlarda ifadə edilmədən qalmaz. Bəs bunlar tavırlarda görsənməsə davam gətirməz, qalmaz. Sümürgələşdirilən bir hırsız varsayıldığında gerçəkdən də ona qarşı korunmaq gərəkir. Görək parantezdən sonra, bu tarihdə elə, parantez orada
başlayır, amma işimiz yox. Sümürgələşdirilən dedik müstəmirə. Bir hırsız, biz oğru deyirik. Türkiyədə hırsız deyirlər. Əlbəttə hırsız biraz genişdir. Məsələn, namus hırsızı da var, amma bizdə oğru, məsələn, namus oğrusuna oğru demirik. Sümürgələşdirilən bir hırsız varsayılabilirdən, varsayıldığından, varsayılmaq dostlar, fərzdir. Var saymaq. Yəni, fərz edirik ki, var. Bu olur fərz. Böyle biz bunu İranda mütəəssifanə belə öyrəşmişik. Fərziyyə. Fərz edirik ki, sümürgələşdirilən biz bir hırsız varsayılığında əgər bizi bir hırsız, oğru tanıtdırsa, fərz eləsə, gerçəkdən də ona qarşı korunmaq gərəkir. Vaqən də biz əgər belə olsa, oğruya qarşı qorunmaq gərəkər. Orada dedi ki, bunlar oğrudular, bunlar əyridirlər filan, onu deyir. Deyir ki, vaqən də əgər biz fərz eləyək ki, müstəmirə insanları oğrudular, onda bizə qarşı qorunmaq gərəkir. Yəni, müstəmirələ qarşı qorunmaq gərəkir. İndi görək ki, parantez arasında deyir. Deyir ki, tanım gərəyi zanlıysa, nədən suçlu olmasın ki? Deyir, tanım dedik tərif da. Biz bir şeyi tərif eləyəndə deyirik ki, məsələn deyirəm, bir nəfər mutatdır. Deyirik ki, Həsən mutatdır. İndi bu tərif eləyəndə deyirik ki, Həsən, məsələn, uzaq olsun hamızıncanızdan, tiryəkə mutatdır. Ya deyirik ki, Həsən tiryək istifadə eləməsə, məsələn, nədir olur? Beləsi. İndi bu, onu tərif edirik də Həsəni bu zaviyədən. Həsən Kazımın oğlu, Nasirin oğlu, nə bilim, Rüstəmin oğlu, Dariyuşun oğlu, məsələn, gündə tiryək istifadə eləməsə, adam olmaz, durmaz, tanımaz, ulan, bəhman, beləsi. Mən indi bilmirəm nədir olurlar, ona görə deyə bilmirəm onu, amma bunu tərif eləməkdir, o tərif. Tanıtım, yəni tərif. İndi tanım gərəyi, deyir, o oğurluq birinə, bir millətə ya bir adam dedin, bu oğrudur, ona bir tanım verdin, tərif verdin. Dedilər ki, türklər xərəst, türklər eşgəhdir. Elə bu eşgəh deyən kimi bu tərif elədin bunu. Deyir, bunu tərif eləyənə sonra bunun gərəyi zanlıysa, əgər o zənnin vardı ki, belədir və o cür rəftar eləyəcəkdir, oğrudur filandır, nədən suçlu olmasın ki, deyir, niyə suçlu olmasın? Belə öz-özünə müttəhəm oldu, sən o zaman ki, tərif elədin, bu adam oğrudur. İndi məsələn, fərz edin ki, mən oğru deyirəm, amma biri deyə bu oğrudur. Bu, nə olacaqdır? Deyir, o zənnin üstü ilə səni nə eləyəcəkdir? Suçlu fərz eləyəcək. Məsələn, istəyirdim bir şəxsi misal verirəm, heyif olar, pis olar, hər halda. Çamaşır çalınsa, çamaşır dostlar, Türkiyədə paltara deyirlər. Paltara çamaşır deyirlər. Yenə parantezi burada qoyaq qırağa, əlbəttə parantezdə oxuyaq görək ki, nədir? Çamaşırların açıq havada kurulduğu və çıplaq olanların önəmsənmədiyi bu günəşli topraklarda sıx görülən bir olay. Deyir ki, parantez arası budur. Deyir ki, paltarı yuvarlar, bizim də kətlərdə belə idi, hətta Təbrizdə də belə idi, indi bilmirəm. Kanadada qadağandır. Məgəlim ki, o şəhərdən eşikdə zəmilərin içində ev olur, onlar da azaddır. Paltarı yuyurlar xanımlar, ya hər kəs yuvan, maşın yuyur. Bunu asırlar şəritə, gün qabağında qurusun. Çox yaxçıdır, çox yaxçıdır. Yəni, 1000 pay bu maşınlardan yaxçıdır. Bu çox önəmlidir. Amma indi şəhərdə deyirlər ki, şəhəri pis görsədir, qoymurlar oradan qurudaq, maşına salırlar, qurudurlar. Deyir ki, bu paltarı yuyurlar, asırlar orada qurusun. Bəzi adamlarından mümkün də ehtiyacı ola ki, o paltarı götürə ciyə.
çılpaqlıq onu deyirdi. Deyir çamaşır çalınsa, əgər paltar oğurlansa, yaxınlarda görülən ilk sümürcə insanından başqa kim suçlu ola bilər? Deyir, indi bir dana bir parsın ya bir istemargərin paltarı şey ola, oğurlana. Deyir, onun yaxınlığında görünən adamların içində, deyək ki, bir dana evdə onun yaxınlığında türk var məsələn, ərəb var, bəluç var, əfqanlı var, beləsə, hətta əfqanlı deyək. Forən deyəcəklər ki, filan kəs buradan geçdi, qapıdan o geçdi, o oğurlayıbdır. Ya o gəlmişdi bizim evə, o oğurlayıbdır. Deyir ki, zənn əvvəl gedər istemarçı zənni əvvəl apara müstəmirçi. Deməz ki, mümkün də həmsayamız fars doğurlayıbdır məsələn. Yaxınlarda görünən ilk dedik başda olan, əvvəldə olan sümürcə insanından başqa kim suçlu ola bilər ki? Kim suçlu ola bilər? Yaxında olan ilk adam ki görürük müstəmirəti o. Birinci görürük. İndi ikincisini görsək, o ikinci zənnidə olar. Bəlkə o ola biləcəyindən evinə gəlirdi. Deyir, bəlkə o adam elə evinə gedirdi və karakola götürürlər. Deyir ki, onu neynərlər? Zənn elədikləri üçün bu şeydir, bunu polisə verərlər. Karakol, indi İranda pasgah deyirlər. Pasgah. Türkiyədə əskidən, qədimdən şey deyirlər. Karakol deyirlər. Yəni, yüzlər ildə elə karakol deyilir. Amma bizim o İran adlanan məmləkətdə rejimlər dəyişəndən dəyişənə hər şey dəyişər, beyni də dəyişdirərlər. Çünki siz vətənizə və millətinizə vəfalı olmamaz gərəkir. Yəni, millətinizə vəfalı olmayacaqsınız. Kimə vəfalı? Rejim gəlir üstə, ya şah gəlir üstə, ya molla gəlir üstə, ona vəfalı olacaqsınız, qabaqçısına yox. Onun üçün sizin beyniniz redesign olacaqdır. Beyninizi tazaşdan yuvacaqlar. Məsələn, Qacar dövründə, dostlar, bizim zehnimiz, deyək ki, türk zehnidir. Rıza Şah gəlir, hər şey Rıza Şaha çevrilir və ziddi türk olur. Çünki biz millətimizə yox, türklərə yox, farslara yox, ərəblərə yox. Biz şaha vəfadır olacaq, millətə yox. Onun üçün o şahın yolunda bizim beynimizi dəyişdirirlər. Mədrəsə qururlar, müəllim qoyurlar, vururlar, döyürlər, zərmilirlər, pul alırlar, filan bəhman bunlar onların yoludur. Onun oğlu gedir, biz bunun oğluna şah gətirirlər ingilislər, biz buna beynimizi verəcəyik, onun o dizayn eləyəcək özünə tərəf. Müsəddiq gələcəkdir, müsəddiqçi olacaq, müsəddiq gedəcəkdir, şeyçi olacaq. Ərz edeyim xidmətinizə, Cenə Məmməd Rizatçı olacaq. Biz belə bir vəziyyətdəyik. Sonra inqilab olacaqdır, biz indi dedik ki, Rıza Şah, Məhəmməd Rıza Şah və Rıza Şah, Rıza Şah və Məhəmməd Rıza türklərin əleyhinə beynimizi dəyişdirdilər. Türk şahlarının əleyhinə beynimizi dəyişdirdilər. İndi gəldi nəyə? Xümeyniyə. Xümeyni də onların ziddinə. Yəni, onlar Qacarın ziddinə, türklərin ziddinə. İndi Xümeyni gəlmiş üstə Pəhləvi ziddinə. Rıza və Məhəmməd Rızanın ziddinə beyinlərimizi dəyişdirəcəklər. İslamçı, İrancı eləyəcəklər. Dünəcəm, əlbəttə, şah zamanı İslamçılığın nəticəsi Xümeyni idi. Yəni, Xümeyni göbələk deyildi ki, gecə yağış yağa, səhər göbələk çıxır. Yox. Xümeyni 75 il Rıza Şah dövründən ta Məhəmməd Rıza Şahın axirinə yaxınlıqlara qədər o radio, televizyon, mədrəsə, müəllimin, qumun təsiri ilə o bir dənə orada şey olubdur. Məsələn, diqqət buyurun, Qacar dövlətində siz şahları görməzsiniz ki, çıxa xiyabanda, buna çox diqqət buyurun. Məsələn, Qacar şahları Məkkiyə ziyarətə getməyiblər. Kərbələyə ziyarətə getməyiblər. Diqqət buyurun. Yəni,
təşviq elən bir tərəfdən onun mənası budur. Təşviq eləməzdilər gedin ziyarətə. Amma siz görürsünüz ki, Məhəmməd Rizanın dədəsi Riza Koditaçi, əlbəttə Məhəmməd Riza özü də Koditaçidir. Görürsünüz ki, ingilislər bunları işə gəlir, amma sonra bu adam işə gəlməmişdən neynir? Sərbazları ilə bilə şəxsiyə gedir xiyabanda. Başına palçıq tökür, saman tökür. Bundan belə ki deyirlər, molla, baxın bu yalana. Bundan belə ki deyirlər, Riza Şah Hovze-i Elmiyyəni bağlayıb mollaları tutubdu. Amma Hovze-i Elmiyyə Qum Hovzəsi Riza Şahın pulu ilə düzəlir. Riza Şah pul verib buranı düzəltdiribdi. Riza Şah ayətullahları gətirib yığıb ora deyib dərs verin. Yəni bu bir dənə təzaddır. Tarixdə bizə deyirlər, bir tərəfdən deyirlər ki, bu xəl-i libas eləyibdi mollaları, bu bir yalandır. O birisi tərəfdən də görürük, tarixə baxırıq, görürük ki, Qum şəhrində o zamanacan Hovze Elmiyə yoxdur. Riza Şah gəlir, mədrəsə düzəltdirir, gedir, yəni ingilislərin əslində də, ingilislərin projesidir. Düzəltdirir, gedir, oradan, buradan fars mallaları yığır, gətirir, yığır o mədrəsiyə və bu mədrəsədə bunlar nə edirlər? Dərs deyirlər. İndi ondan sonra təlimat-ı dini mədrəsələrdə əvvəl ibtidaidən oxunur, ya ikinci ibtidaidən. Ta danışqahın axirinəcən din oxunur. Sinemalar din olur, televizyonlar din olur, hər yer din olur. Dinçi, ifrati dinçi. Nə olur? Görürsünüz ki, bunların içindən bir dənə Xümeyni çıxır. Hamısı da Qumda. O dövrədə mollalar Qumdan çıxır. Yəni o dövrənin mollaları ki, qəraldır İslam dünyasında dinçiliği aradan aparalar. Mən bir dənə İranda olanda məqalə yazmışdım. Sərneveşdə hətmi İran, sekularizm, sərneveşdə hətmi İran. Orada yazmışdım ki, İranın gələcəyində İslam dünyasında 3 cürə sekularizm olubdur. Bir Misrin sekularizmi var, kommunisti, ki Əraqda da o cür idi, Suriyədə də o cür idi. Sekularist kommunisti idi, yəni dinindən dövləti ayrılmışdı. Onlar zorunanıdır. Bir Atatürk'ünki idi ki, o da üst-üstə biraz zorunan idi. Bir də Məhəmməd Rizanınki idi. Bunları gərək sonucunda bu məmləkətlər sekular olar. Bizimki nədir olacaqdır? Dinçilər qətliam eləsinlər. Din adına, dinin adı ilə, din deyə adam öldürsünlər. Görürsünüz ki, bu gərək ola. Din gərək pis ola. Türkiyədə millət dinliləşir, dinçiləşir. Niyə? Çünki din adına adam öldürmürlər. Qanunlar din adına getmir qabağa. Dövlət din adına hakimiyyət eləmir. Dövlət deyir ki, mən qanun dövlətiyəm. Mən din dövləti deyirəm. İranda, Əfqanistanda fulanda gəldilər, bu işi gördülər ki, onlar sekular olmurlar, biz bunları beləsi eləyək. Gəldilər burada, mollaları gətirdilər iş üstünə. Mollaları ki, öz düşüncələrin, özdə geri qalmış düşüncələrin din adına bizə satırlar. Dünənləri mən Türkiyə televizyonunda bir dənə bəhs açılmışdı, CNN-də. Dostlardan xahiş eləyəcəm onu görün. Bir dənə xanım xanəndə şarkıcı Gülşən deyə, o cür idi, şarkıcı Gülşən. O xanım bir dənə konsertində ki, zahirən də çox açıq olurmuş bu xanım, o konsertlərin birində bir cümlə işlədir ki, deyirlər ki, filan kəs məsələn imam gəlsin sən aparsın. İmam bir nəfərin ləqəbidir orada, konsertidə. Deyir ki, məsələn, o da ahmaqlığı molla mədrəsəsində dərs oxuduqdan dolayı ahmaqdır. 4 ay sonra onu yayıblar. İndi bu xanımı dünəndən tutublar, polis tutubdur, onlar şikayət ediblər, mollalar tökülüblər, filan bəhman tökülüblər. Televizyonu bəhs edirdi. Zalibdir, bir dənə məsələn bizim ayətullahlarımızdan gəlmişdi onların televizyonuna, bizimkinə yox, yəni bir dənə o səthədə bir adam. Onlar imam deyirlər də, hoca, imam. O gəlmişdi, televizyonda danışırdı. Ustad danışqahlar, xəbərniqarlar da oturmuşlar. Adamın çəkdilər, suyun çıxartdılar. Amma baxırdım görüm ki,
Bu sualları biz hala İranda soruşa bilmirik. Hətta opozisyon ki İrandan eşitdir, o da bu sualları soruşamır. Deyir ki, bu sənin nəzərindir, Quranda bu ayət yoxdur. Quranda namaz qılmasan, oruç tutmasan, onun dünyada mücazatı yoxdur. Yəni, bir nəfər deyə bilməz ki, Quranda bir ayə vardır ki, deyir, oruç tutmasan, namaz qılmasan, bunu mücazat eləyək. Sən deyir, bunu necə deyə bilirsən? Filan kəs deyibdir. Məsələn, fərz bunu İmam Cəfəri Sadiq, məsələn deyirəm, ha? Deyir, İmam Cəfəri Sadiq kimdir deyə? Allahdan üstün deyil ki. İmam Cəfəri Sadiq imamdır. Biz buna demişik imam. Onlar da Malikiyə, Həmbəliyə, nə bilim, Şafiiyə deyiblər imam. Hər kəs bir imam tutub özünə. Biz də İmam Cəfəri Sadiqə demişik. Allah rəhmət eləsin. Amma deyir ki, o Qur'anın üstünə çıxa bilməz. Sən deyə bilməzsən ki, Qur'an bunu deməyibdir, mən Qur'andan üstünəm, mən hökm gətirirəm, bu da olsun. Fars şiəsinin bu düşüncəsi var. Hətta İmam Zəmana görə bu düşüncəsi çox qəlizdir. Deyir ki, İmam Zəman gələcəkdir, dini lazım olsa dəyişdirəcəkdir. Yəni, bu qədər biz imama Allahdan üstün bilirik, Peyğəmbərdən üstün bilirik. Peyğəmbər ki, tamam botların əleyhinə inqilab eləyibdir, onları dağıdıbdır, sındırıbdır, deyib, la ilahə illallah. Və özü də deyib ki, mən də yuxarı deyiləm, əşhədü ənnə Məhəmmədən əbduhu və rəsuluh. Mən Məhəmməd olaraq Allahın bəndəsiyəm, bəndəlikdən sonra əvvəl bəndəliğim var, sonra onun göndərimli elçisiyəm. Amma bizim televizyondalardan gördə bunlar bəhs olmaz ki, molla öz nəzərin din adına deyə bilməz bizə. Amma biz bunu dedilər, bizə bunu yaşatdılar, indi biz dindən qaçırıq. Nə mənə? Biz sekular. Sekulardan da pis olacaq biz. Yəni, biz kollən bu dini silib atacaq. Yəni, mən deyirəm, bunu indi yazmamışam. 23 il bundan qabaq, 24 bundan qabaq, o zaman ki, Təbrizdəydim yazmışam bunu. Hətta zindandaydım yazmışam. Sekularist sərnəveşt hətmiyə İran. Hər kəs istəsə bunu axtara bilər. Google-də də fikirlərim, Google-ləsiz tapılar bəlkə. Mənim adımla olsa əlbəttə, İnsaf Əli Hidayət. Ərz eləyib xidmətinizə. Hər halda mollalar öz adlarına, mənfəətləri adlarına, baxın bu günləri məsələn milyardlar oğurluq elirlər. Bu, amma İslam adına. Rəisi məclisin bir ayın içində 2 dənə sözünü qoyublar. Mən də gecə, mənim də əlimə gəldi, mən də yaydım, gördüm Instagramda, çox sevdim də bu şeyi. Riba nədir? Riba İslamda əgər biri-birinə pul verə. Mən məsələn fikrim ki 100 milyonum var. İstəyirəm bundan bir pul qazanam. Verirəm bir nəfərə deyirəm, mənə ildə sən buna məsələn %30 verəcəksən, %40 verəcəksən, %10 verəcəksən. Qalıb insafımıza da, deyirəm %10, %50 qalıbdır. Bu adam da qəbul edir, deyir, tamam, mən alıram, deyirəm, naçaram. Yəni zorun, yəni ayrı yolum yoxdur ki, səndən bu pulu almasam ölürəm. Evim gedir əlimdən, filanım gedir əlimdən, mən səndən bunu almalıyım, amma məcburam. Bu, onun məcburiyyətindən mən sui-istifadə edirəm. O, eləyə bilərəm, bunu mən %1 faiza verəm, gəlsən faizlə verməyəm. Bir vacə getçinən sən bunu işi görürsən. Qur'anda bu deyil. Qur'anda deyir ki, riba haramdır. Riba, amma mücazatı yoxdur. Yəni, sən pul verirsən, mən indi bir nəfərə dedim ki, ağaca, mən bunu sənə verim, müftə aparıcıyla işlət, amma gətir ver də, məsələn, 1 ilə, 2 ilə, yarım ilə, 5 ilə, 6 ilə, 6 aya, 3 aya, gətir ver mənə. Bu dedi, tamam. İslamınki budur. Amma riba desən, indi riba nədir? Riba budur ki, mən adamın deyirəm ki, %5 ver, %10 ver ilinə, ya ayına. Aparıcıyla. Adam da baxır ki, ayrı yolu yoxdur. Bunun məcburiyyətdən boyun əyir. Bura ribadır. Çünki ona mən ayrı bir seçənək vermirəm. Riba budur. Riba budur ki, bir adamın ehtiyacı vardı, olmasa öləcək. Bir adamın kolye ehtiyacı var, qəlb ehtiyacı var, göz ehtiyacı var. Bunu verməsən öləcək. Deyirsən, buna eşək gözü verəcəm, deyir, ver ağa, ver, qalım, diri qalım. Eşək qəlbi verəcəm, ver ağa, ver, qəlbim diri qalsın. Çünki o diri qalmaq istəyir. Sən bunun o diri qalmağından sui-istifadə edirsən. Bir adam kolyəsini satır.
Məsələn, məcburdur da, gör, iş xara yetişib ki, bu adam böyrəyini satır. Sən deyirsən ki, mən buna məsələn, adamım ölsə mənim, məsələn deyirəm, 300 milyon, 200 milyon, 100 milyon xərcim olacaq, fəqət bunun cənazəsini yığışdıram. Tamam? Deyirsən, mən 50 milyon verirəm, sənin böyrəyi balam. O da məcburdur, deyir ki, tamam da 50 milyon da 50 milyon da, hələ alım görüm neynərəm. Yəni, o naçarlıqdan satır böyrəyin. Sən də onun naçarlığından sui-istifadə edirsən, ucuz alırsan. Ribada bu türdür. Ribada sən naçarsan, borca düşmüsən, ya borcun var, ya biri iş başıva gəlibdir, biri Allah görsən, mən qəza o qədər gəlibdir, istəyirsən burada özünü qoruyasən. Gedirsən bir adama deyirsən, mənim pul ehtiyacım var, deyir, vardı, verərəm, neçə verərsən, nə cür verirsən, deyir ki, %40'dir, sənə %35'ə verirəm. Yəni, bir yazıb sənə minnət qoyur. Sən deyirsən ki, axı biraz çoxdur. Tamam, sən də yaxçı adamsan, görürəm, əlində boşdur, sənə 130 verirəm. Yəni, 100 milyon verəcəm, 130 milyon alacağım. Bəzən də bunun gəlir əvvəl deyir, mən 100 milyon kistirdim, bunun 30 milyonunu çıxıram, sən mənə 100 milyon boşlu olursan. Mən sənə bunu verdim, 70 milyon verirəm, 100 milyon alacağım, 30 milyonunu da çıxır əvvəl. Yəni, bu ribadır. İndi İranda bahlar, əlbəttə mütəəssifənə Pakistanda da bu cürdür, müsəlman məmləkətlərdə bu cürdür. O bahlar ki, müsəlman adı yoxdur üstündə Pakistanda, onlar məsələn %10'la pul verirlər. O bahlar ki, üstündə İslam adı var, məsələn Bank-ı İslamiyyə, məsələn Pakistan, o %30'la verir. Deyir ki, mən qərardat bağlıram, qərardadı ticari bağlıram. Bu ticarət eləmir ki, bu bir dana bir ehtiyaca düşübdür, bu buna deyirlər riba, bu bunun ehtiyacından. İndi mənim ehtiyacım yoxdur, gəlirəm. İndi bank ola ya adam ola, fərq eləməsə, bunu misal vurdum. Rəis-i məclis deyir ki, riba, birində deyir ki, bizim bahlarımız ribadır, riba sistemindədir, alıbdır, birində də deyir ki, niyə burada məclisə hey deyirsiniz, riba. Riba deyil, bunlar qərardat bağlılar. Qərardat bağlılar, amma qərardat o adamların naçarlığından da %35, %40 alırsan. Məsələn, Rəis-i məclisin qabaqçı rəisi Qüvvəyə Qəzaiyənin qardaşı gedibdir, neçə milyard, neçə 100 milyard bankdan vam alıbdır, calibdir, bu da calibdir. Bank-ı Parsiyanın, ya İraniyandır, Bank-ı Parsiyandır, bunların ikisindən birinin neçə 100 milyard, neçə 1000 milyard pulu verib də adamlara alanmır. Baxıblar, görüblər ki, bu pulu alanlar ki, bu borcu alıblar öz bahlarından, bankın sahiblarıdır. Bank düzəldiblər, dövlətdən icazə alıblar, pul qoyublar, adcacan, millətin pulunu toplayıblar çox. Sonra gəliblər, bunları özləri bankdan vam götürüblər. Məsələn, mən bu bankın rəisiyəm, 5 dana şərik yox, 10 dana şərik yox, bu bankı açmışıq. Gəlmişik, demişik ki, mən indi istəyirəm pul, millətdən pulun yığaq, tamam, bunu verək şeyə. Məsələn, özümüz bir ayrı banka, ayrı bankda buna %20, %30 buna, %20 buna biz alaq. Özləri vami qərzül həsənə götürürlər rəislər, verirlər ayrı bankdan %20'ye alırlar. Bu tərəfdən də alıb banka qeytərmirlər, çünki oradan pul gəlir %20. Nə olur? Bunlar yəni pulu beləsi yiyirlər gedir dövlətin, millətin pulu. Hər halda istədim onu deyəm ki, beləsi bir durum vardı. Heç bilmədim ki, niyə gətirmişdim bunu. Görək nədir olur hər halda. Deyir ki, bəlkə o ola biləcəyindən evinə gedirdi. Bəlkə deyir ki, o evinə gedirdi, onun ki, dedilər oğrudur. Amma onu tuturlar və karakola götürürlər, onu aparırlar karakola. Sümürgəci nə ədalətsizliyi, bu qavrama diqqət edin, ədalətsizlik və ədalətsizlik nə mənə? Ədalət dostları, yəni nə mənə? Ədalət yəni ki, mənim gücüm var, bir qanun qoyuram, karxanadır, elə dövləti də belə görün, dövləti belə görün, bir dana karxana, mən bir dana karxana qoyuram, 10 dana xanımın ki, hərəsinin 2-3 dana da uşağı vardı, ərləri də yoxdur. Onlara deyirəm ki, gələcəksiniz burada, sübh saat 6'da gələcəksiniz, axşam 7'yəcən işləyəcəksiniz. Ayda da sizə mən hərəsə 2 milyon verəcəm. Baxırıq, görürük ki, camiədə də, məsələn,
məsələn Kanadada deyək. Bir dənə xanım fərq eləməz ya ağa. Gedirlər həmin işdə işləyirlər. Sübh məsələn deyək ki, saatına bir belə alır, ya gününə bir belə alır. Amma 8 saat işləyəcəkdir. Yox, 8 saatdan izafə işləsə izafə qarışır. Amma mən nə deyirəm İranda? Deyirəm ki, ağa, iş mənimdir, kərxana da mənimdir. Sənin də işə ehtiyacın var. Ya mən dediyim kimi işlərsən, ya işləməzsən. Onun gücü yoxdur mənim qabağımda dayana. Ədalət burada budur ki, mən bunu beləsi istəyirəm, o da boyun əyir. İndi onlar bu cür olar. Onlar əgər birin, mən çox işləsəm, ya döysəm, ya az versəm, deyər ki, ədalətsizlikdir. Niyə məni çox işlətdin, az verdin? Amma mənim qanunumun içində deyər. Bunu buna görə deyirəm ki, dostlar, ədalət qavramı sizin gücünüzə bağlıdır. Sizin ədalət budur ki, məsələn, ümumi ədalətdən düşüncəmiz budur ki, İran deyilən məmləkətdə tamam dillər gərək rəsmi olar. Çünki ədalət budur da, olmaz ki, biri rəsmi ola, biri rəsmi olmaya. Birinə pul, dövlət büdcəsi gərək, birinə 10-una gəlməyə, 15-inə gəlməyə. Bu olmaz, ədalət. Amma ədalət nədir? Ədalət, indi Farsın ədaləti nədir? Farsın ədalət deyir, bu məmləkət mənim əlimdə deyil. Mənim də dilim rəsmidir. İstəyirsən qal, istəyirsən çıx get. Güc budur. Ermənistan gəlmişdi, Qərabağı işğal eləmişdi. Deyir də, mənim gücüm var, işğal eləmişəm. Ədalət budur ki, bu torpaq mənimdir. Almışam. Zorurlar, gəl al. Azərbaycan da 30 il qalmışdı orada ki, nə cür eləyəcək? Bir dənə güclü Türkiyə, bir dənə güclü Azərbaycan yaratdı. Durdu, getdi. 40 gündə vurdu, əzdi, dağıtdı. Öldürdü. Dedi ki, ədalət budur ki, qeyri-cəsarətcəsə torpaqlar var. Ədalət zordan çıxar, gücdən. Güc. Zor dediyim, yəni güc. Gücdən çıxar. Güc, indi biz Azərbaycan, Güney Azərbaycanlılar, ya İrandakı türklər, gərək əl-ələ verək dövlətimizi yaradaq, qanunumuzu qoyaq, farsları alaq əlimizin altına. Ədalət budur, bizdədir. Diliz yoxdur. Sizin fars dili yoxdur. Farslar kəbirdə qalacaqlar, suları da keçsin qədim kimi. Ədalət bu olacaq. Çünki sən gücdə olanda sənin iradən ədalətdir. Qanun getirsən, adam o qanunu sındırsa ədalətsizlik olur. Amma İran dövləti qanun getir, qanunu da icra eləmir. Qanunun əsası əsən icra olunur. Əslən bu ədalət, burada ədalət qavramının mənası yoxdur. Fəqət zor. Burada fəqət zor, güc yox. Burada fəqət zor. İndi onu istirdim ya. Ədalət mənası, dostlar, ədalət gözləməyin düşməndən. Düşmən, əgər siz fars dilini türk dilini istəyirsiniz farsdan, yanlış yerdəsiz. Çünki onun farsın zehnində, o birisi dəstə, İsrailcünkü dəstədə oxuduqda, o farsın beynində ədalət bundan ibarətdir ki, mənim dilim dünyanın ən yaxşı dilidir, mən ən qədimi millətəm, İran da ən qədimi dövlətdir və o birisi məmləkətlərin hamısı bizim bayrağımızın altına gəlməlidirlər, bizim dilimizi oxumalıdırlar, bizim tariximizi ölməli, onların tarixi yoxdur, dili yoxdur. Vətənləri yoxdur, onların vətən yoxdur. Bunun üçün buna çox diqqət eləməliyik ki, ədalətin mənası o zaman da sənin gücün olar. Güclü olsan, ədaləti də qəbul elətdirərsən. Misal vurdum karxananı. Misal vurdum. Elə xanımlar olmasın, erkəklər də olsa, kişilər də olsa, elə özür olacaq. Yəni adamın işə ehtiyacı var. Elan verirəm. Mən sübh saat 6-dan axşam saat 6-yacan işləyəcəksiniz. Yarım saatda gündə naharınız vardı. Siqar da çəkməyəcəksiniz. Ayda da 2 milyon verirəm. Hər kəs gəlir işləsin, işləsin. Mənim bir neçə şeylə tanış idim. Anarşistlə tanış idim. Bunlar çox yayırdılar ki, uşaqlar işləyən fabrikaları gedək yandıraq. Məsələn, Endonezidə, Malizidə, Filipində, Pakistanda, Hindistanda deyirlər, uşaqları işlədirlər gündə $1, yarım dolara. Gedək bu karxanaları yandıraq, bu uşaqları nəcat verək. Bir dəfə cələsələrində mən də oldum, dedim ki, bu nə cür düşüncədir? Niyə belə eləyirsiniz? Əvvəlcə ki, bu işi görəsiniz, gedin deyin ki, biz pul qoyacağıq, fabrika yaradaq. O uşaq ki,
gündə 1 dolar, yarım dolara işləyir, biz ona 3 dolar verəcəyik. Siz belə eləyin. Siz gedin 2 dolar verəcəyik. Qoyun o uşaq eləyə bilsin, izafi yemək yeyə bilsin. Eləyə bilsin, məsələn, deyin ki, onun nənəsi gəlsin, işləsin. Balaların göndərək mədrəsiyə. Yeməklərini verək, balaların göstərək. Elə kafidir ki, siz eləyə biləsiniz, bu uşağa bir köməklik eləyəsiniz ki, oradan çox ala. Ədalət gücə bağlıdır. Gücsüz millət ədalətsizlikdə yaşar. Ədaləti də sən tərif elərsən. Gücün olsa tərif elərsən, gücün olsa tərif elərlər, sənin boynuna qoyarlar. Sümürgəçin nə ədalətsizlik, indi bu, nə ədalətsizlik desən sümürgəçin qabağına deyə qarşılıq verir, görür, gürləyərək. Sümürgəçi deyəcək ki, nə ədalətsiz deyə qarşılıq verər gürləyərək. Gürültüyərək deyəcəkdir ki, nə ədalətsizlik, o sənə deyəcək. Nə ədalətsizlik, bizim hamımız İranda fəqir məyə yoxdur. Bəluçistan sizdən də fəqirdir. Biz demədik ki, Bəluçistan bizdən qənidir. Biz dedik ki, Fars, İsfahan, Simnan, Kaşan, Yezd, Şiraz, bunlar bizlə bir deyildilər, indi bizdən yuxarıdırlar. Deyək ki, 2 kişidən birində suçluyun buluyoruz. Deyir ki, calibdir, biz hər 2 müstəmirə insanından birini suçlu tapırıq. Məsələn, Amerikada deyirlər, qərələr çox cürmü cinayət edirlər, çox oğurluq edirlər, ta ağlar. Kanadada da bunu deyirlər, amma üst örtülü deyirlər. Yəni, xüsusi danışanda deyirlər, radio televizyonda demirlər, qərə, bunu deyə bilməzlər. Elə bu adı desən tutularsan. Çünki bu nəcat pərəstlikdən də gizlər, onlar faşist. Ondan sonra onu qəzavət edirsən, qərələr amara görə qərələrdə oğurluq, cinayət, vurmaq, döymək, əsəbani olmaq o birisi adamlardan çoxdur. Deyir, bu faşist desən, bunu deyənməsən. Hətta düz də olsa, amar da olsa deyənməsən. Çünki şəraiti nəzərə almırsan ki, o səndən çox kasıbdır, çox işsizdir, çox müstəmirə olubdur, hər şeyi səndən dalıdır. O, sən aldığın təlimatı o almayıbdır, sən yaşadığın rifahı o yaşamayıbdır. Amma biz belə deyirik, biz İranda vurarıq, hamını bir dana tüsələ götürürük. İkisindən biri, hər 2 nəfər müstəmirəçidən biri, türklərdən biri deyək ki, suçluyu biliyoruz. Bilirik ki, hər ikisindən biri suçludular. Bunu şey deyir, istemarcər deyir. Üstə deyir da, ədalətsizlik, nə ədalətsizliyindən danışırsan. Biz bilirik ki, hər türklərin hər ikisindən biri məsələn filandırlar. Zaten hırsız, sümürcə insanından biri. Deyir ki, zaten indi tutmuşuq, gətirmişuq kələntəriyə. Zaten suçlu, yəni günahkar, müttəhəm. Suç günah deyil, müttəhəm deyil ha, çox günahkardır. Suçlu, günahkar, zaten deyir ki, sümürcə insanındandır. Yəni, müstəmirə insanından tutmuşuq, qoymuşuq karakola. Onu ilk kulübədə bulmaqsaq, ikincidə mutlaqa buluruz. Deyir ki, belə deyə davamında deyər ki, o suçlunu, yəni müstəmirəçini birinci evdə tapmasaq, mütləqa ikinci evdəki müstəmirəçi şeydir. O paltarı oğur deyəndə dedi ki, birinci adamı görürük yaxında, onu müttəhəm elər. Deyir, o olmasa da ikinci evdəki türkdür, məsələn, oğurluq eləyən. Deyir ki, o istir indi ispat eləsin. Deyir ki, Türk xərdi, Türk eşyəkdir, bunu deyir. İndi məsələn, stadyumlarda da qışqırırlar da. Deyir ki, hər türkü görəndə deyir, sən də olmasan o birisi eşyəkdir. Çünki deyir, bu sifəti vurandan sonra, bu suçu vurandan sonra onun isbatına çalışacaqdır. Və hamma ona suçludur. Bu doğrudur. Nə mənə doğrudur görək? Hırsız aslında küçük bir çocuk. Deyir ki, əslində bu kiçik bir uşaq olsa da. Deyir, tamam.
Bu doğrudur. Hırsız uşaq olsa belə gərəkdən də yoxsullardan biridir. Deyir ki, bir uşaq ya bir müstəmirə insanı yoxsullardan biridir. Və yoxsullar da sümürcə insanının arasındadır. Deyir, mütəəssifanə istərsiniz, istəməzsiniz, yoxsulların da hamısı sümürcə insanıdır. Bəluçlar, ərəblər, türklər, türkəmənlər, qəşqailər, lorlar, ciləkçilər, mazənilər, talişlər. Bunlar nədirlər? Deyir ki, yoxsul deyəndə də bunlardır. Amma bundan çıxacaq sonuç bütün sümürcə insanlarının mühtəməl hırsız olduqları və hırsız müamiləsi görmələri gərəkliyi midir. Deyir ki, düzdür ki, bunlar iqtisadi cəhətdən zəifdirlər, fəqirdirlər, yoxsundular. Amma bundan çıxacaq, yəni bundan çıxan nəticə, bundan çıxacaq sonuç, bundan ələ gələn nəticə sonuç, bütün sümürcə insanlarının mühtəməl, tamam insanları ki, türklər, ərəblər falan da bunlar mühtəməl hırsız olduqları, deyir ki, mühtəmələn ehtimalı budur ki, bunlar hırsızdılar. Ehtimal budur ki, bütün sümürcə insanları hırsızlar niyə? Kasıbdılar. Çünki kasıbdır, bəs hırsızdır. Məsələn, bizim kətlərdə şəhərdən gedənlər ağac əkiblər. Məsələn, deyək. Ağaçdan bu günləri meyvəsi var, gedir, səhər gəlir, meyvələr yoxdur. Elə birinci şey budur ki, kətdilər bunu yedilər. Yəni, onlar ki, kətdə idilər, şəhərdən getməyiblər. Niyə? Çünki onlar, məsələn, kasıbdılar. Onlar şəhərdən meyvə alamırlar. Ola bilməz ki, məsələn, bir dana elə bir şey, yəni, niyə ola bilməsin ki, bir dana şəhərli gedəndə baxıb deyib, bəhbə, əcəb meyvədir, mən bir dərim yiyim. Əlbəttə, bu İranda çox raicdir. Amerikada, Kanadada bu raic deyil. Əsla raic deyil, yəni. Deyir ki, sonuç bütün sümürcə insanlarının mühtəməl hırsız olduqları və hırsız müamilə, onlarla hırsız müamiləsi olar. Yəni, bütün bunların hamısını hırsız, oğru fərz elərlər, görmələri gərəkliyi midir? Deyir, əcəba, sual soruşur, gərəkir ki, bunların hamısı ilə də oğru deyək, oğru kimi rəftar eləyək. Fərz edin ki, bir dana ailədə bir dana uşaq oğrudur ya, buna böyük oğrudur. Əcəba, ola bilər ki, biz bu ailənin hamısına, uşaqlı, böyüklü, nənəli, dədəli, hamısına deyək ki, oğru. Bir də ki, dedi da, indi bunlar üçün fəqirdilər, deyir, elə fəqir olduğu üçün bizim oğurluğunu eləyibdir. Sümürgəcilərin bütün arasında yaygın olan və tüm sümürcə insanlarına hitap edən bu tavır böyləcə kurum bir nitəlik edinir. Deyir ki, sümürgəcilərin, istemargərlərin bütün arasında yaygın olan, yaygın yəni geniş yayılmışdır da hamısının arasında və tüm sümürcə insanlarının və tüm müstəmirə insanlarının hitap etdiyi, xitab sözünün türkçələşmişidir. Xitab da ərəbcədir. Farsçası bunun nədir? Xitab edilən, yəni onun müxatəb qoyan, edən bu tavır, bu rəftar ki, hamını dedik ki, oğru gözündə tutur. O tavır böyləcə, o bildinizdə o hamını oğru tutmaq əvvəl düşüncədədir, sonra rəftardadır, davranışdadır. Onu deyir. Bu tavır böyləcə kurum dedik ki, sistem, təşkilat, sazman, nəhad, dövlət sistemi ya şəhər nəmənə ona gələr. Kurum bir nitəliyinə, kurum bir vəziyyətinə gələr, dönüşər. Edinər, yəni dönüşər, alar. Deyir ki, bu insanları suçlamaq ki, bu torkixər, oğru, kəlləmahixor, susmarxor filan bunlar. Deyir ki, bu onların tavrında olar, onların tamam rəftarlarında olar, hamısının, tamam sümürgəçilərin hamısının zehnində olar və bunu hamıya vurarlar. Və bu bir sistemə dönər. Sistem haline çıxar. Yəni, bu ki, ittiham vurasan, bu özü sistemləşər. Nəhadinə olar, farsça deyirlər. Nəhadinə mişəbə. Yəni, torkixər nəhadinə olubdur.
Radio, televizyon, ruznamə, məcəllə, karikatür, əks, film, sinema, ustad danışgah, müavin danışgah, müəllim, danış amuz, hamısı ruznamenigar, nevisəndə, hüquqdan, vəkili məclis, nümayəndə məclis, rəis cümhur, vəzir, rəhbər, hamısı niyə? Çünki bu nəhadinə olubdur. Yerinə oturubdur, sistem olubdur. Bəs beləsi elələr, yəni əvvəl suçu vurarlar, sonra da ona çalışırlar, onu ispat edirlər, amma sonra bu nəhada çevirirlər, sistemə çevirirlər. Digər bir deyişlə, ayrı bir mənada deyək, görək nə olur. Sümürcə insanını kuşatan, kuşatmaq dostlar, mühasirə, ərəbcə sözü, hesar sözündən gəlir mühasirə. Evin dövrəsinə hesar titiririk o. Ki, yəni, gəlməsinlər də, buradan geçməsin içəriyə. Mühasirə də budur, yəni, siz onun dövrəsində bir hesar çəkirsiniz. Amma adamına, yəni, ora gəlgət olmasın. Mühasirə sözündən gəlir, amma bunun türkcəsi, farsçası yoxdur. Mühasirənin farsçası yoxdur. Türkcəsi kuşatma. Kuşatma. Özə ixtisasi savaş lüğətidir. Yəni, bunu məsələn deyirəm, divara deməzlər ki, evimin dövrəsini kuşatıram. Onu deməzlər. Bu ixtisasi, yəni termindir. Bu savaş terminidir. Kuşatma, yəni mühasirə eləmək. İndi məsələn nə deyirlər? İranın mühasirə iqtisadi eləyirlər. Məsələn, orada deyir ki, ekonomikal ya kuşatılıqdır. Tavrını dəyişdirib, hər halda bir oxuyaq, digər bir deyişlə sümürcə insanını, sümürcə müstəmirə insanını kuşatma, onları mühasirəyə salmaq, tavrını dəyişdirib, onların sümürcə insanının düşüncəsini və davranışını dəyişdirmək, tavrını dəyişdirib, yüzündə izlərini bırakana dək, üstündə ağırlığını hiss etdirən somut durumları tanımlar və yerləşdirir. Görün nə deyir? Çox əcib söz deyir. Dedi ki, sümürcə insanı əvvəl kuşatar. Məsələn, bizlər. Türklər, siz türk deyilsiniz. Niyə? Çünki bizi kuşadır. Beynimizi kuşadır əvvəl. Deyir ki, sizin beyniniz əvvəl mühasirə edin. Sizin beyniniz, siz türk deyilsiniz. Türklər Osmanlıdırlar. Siz türk deyilsiniz, Azərisiniz. Onlar Osmanlı, siz Azəri. Siz türk deyilsiniz. Bir bu. Azərbaycanlılar Rus Azərbaycanlı, İran Azərbaycanlı. Siz Azərbaycanlı deyilsiniz. Niyə? Çünki Azərbaycan olsa ikiz biri olarsınız. Türk olsanız Türk dünyasını yapışarsınız. Beynimiz kuşanır. Tavrı dedik ki, düşüncə və davranış. Tavrını dəyişdirib, bizim rəftarımızı, düşüncəmizi dəyişdirir. Brainwash edir bizi, yəni beynimizi yıxır. Bunun yüzündən, davranışın yüzündən izlərini bırakırkən, onların bu iki şeyin, yəni beyin yıxamağın və mühasirə eləmağın izlər rəddini, rədd sözü dünən dedik nədir? İzlər də onun türkçəsidirlər. İzlərini bırakarkən o yerlərini, bizim beynimizi o qədər deyir ki, Azərisən, biz Azəri deyirik məsələn. Türk dünyasına deyirik, onlar türklər, Osmanlı, biz onlardan deyirik, biz İranlıyıq, bunlar onun izidir, bizim zehnimizdə qalır. Üstündə ağırlığını hiss etdirən, onun üstündə o fikirlər ki, onları yaradıblar, farslar, mühasirədir, zehni mühasirə, bizim rəftarımızı da onun üstündə dəyişdiriblər, onu hiss etdirən somut vaqei. Məsələn, bu telefon bir somutdur, çünki əlimə ala bilirəm. Amma deyəndə ki, məsələn, filan olmuş, o somut deyil, çünki o fəqət zehnidə bir şeydir. Somut durumları, dedik ki, yəni rəftar şeyləri, vəziyyətləri tanımlar, tərif elər. Somut durumları tərif elər və yerləşdirir və onu bizim zehnimizə yerləşdirir. Diqqət buyurun, beləsidir. Dedi, əvvəl sizin zehninizi ya torpağınızı mühasirəyə salar, kuşlar, sonra davranışlarınızı və düşüncələrinizi dəyişdirər, sonra onların onlar dediklərinin təsirində qalarsınız, sonra nə olar? Onları tərif
tanımlar, onları tərif elər və yerləşdirər 100 ilin içində sizi İrancı elər, farsçı elər. Genel bir ifade ile bunlar yetersizlik durumlarıdır. Deyir ki, genel umumi. Umum sözü ərəbdir, onun türkçəsi genel. Genelliklə umumi. Genel, yəni umumi bir ifadə ilə, bir sözlə ifadə fayda verməkdandır. Biz də məsələn mən burada məsələn deyirəm, molla dili ilə deyəndə qədim dildir də bu. İfadə edirəm sizin üçün. Yəni bir şeylər sizə bir fayda yetirməyə çalışıram. Bunu istirdesin. Bir ifadə ilə bunlar yetersizlik durumlarıdır. Deyir, bunlar ki dedik, bunların hamısını desək, bir umumi sözlə desək, bunlar yetersizlik durumudur, vəziyyətidir. Durum, vəziyyət, ərəbcənin türkçəsidir. Vəziyyət ərəbcədir, onu söyləyir. Yetersizlik. Yetersizlik, yəni kifayətsizlik. Kifayət ərəbdir, onun türkçəsi yetər. Sümürcə insanını insanlıqdan çıxarma. Əvvəl gərək türkləri türklükdən çıxartqa türkü xəl. Çıxarma. Sonra kandırma. Sonra onları tavlayaq, qandıraq. Qandırmaq yəni toğlamaq. Onları toğlayaq. Tamam. Kandırma eyləmində olan ideolojik aldırğanlığa deyir ki, onları toğlama ideolojiləri ilə toğlayaq ki, eyləmdə, yəni rəftar, iş, bir işlərdə olan, yəni o toğlama işlərində, kandırma eyləmlərində biz onları toğlamaq mədrəsədə, dərs adına mədrəsədə toğlurlar bizi. Danışıq adına toğlurlar, film adına toğlurlar, serial adına toğlurlar. Bunlar eyləmdirlər. Onlar ki, deyirəm, onlar eyləmdirlər. O toğlama eyləmləri ilə olan ideolojik farsların ideolojisinin saldırğanlığına, onun saldırğan həmlə eləyən, hücum eləyən, saldırğan, məsələn, deyək ki, bir dənə dəli adam var, ya dəli it var, quduz it var, quduz har. Həmlə edir, saldırğandır. Yəni o istər-istəməz həmlə edir. Bunların da farsların ideolojisi saldırğandır, hücum eləyəndir, daimən hücumdadır. Saldırğanlığına aynı suça yol açan somut durumlar denk düşür. Deyir ki, aynı somutlar dedik ki, üzrsən, mən bir ayrı yerə getmişəm. Yox, düzdür. Aynı sonuca, aynı nəticəni gedir ki, yol açan somut durumlarda, müşəxəs, məlum durumlarda dənc düşür. Dənc, təadul. Tarazlı dənc olar. Dənci dəncinə, yəni təadul. Dənc cür gəlir. Eyni ondan baş-başa gəlir, düz gəlir. Eyni o çıxır. Beləsi düşür. Zaten bir ölçüdə ədalət aldatılmış olmaq, deyir ki, zaten əslində, kökündə bir ölçüdə, bir miqdar, hər nə qədər olur olsun, aldatmış olmaq, toğlanmaq olmaq, biz toğlanmışıq məsələn, bir ölçüdə toğlanmışıq. Məsələn, mən %100 toğlanmışam, cənabınız %99, o birisi %98, o birisi %50, o birisi %10, o birisi %5, vəli toğlanmışıq keçən 100 ildə. Mitə onay vermək. Mitə dedik ki, yəni usturə, xiyal. Ona onay vermək, yəni təsdiq eləmək. Onu qəbul edirik, onu təyid edirik. Onay, təsdiq və təyid ki, ərəbcədir, onun türkçəsidir. Və farsçası yoxdur. Sonra kəndini ona uyarlamaq. Sonra da özün onlara uyarlamaq, yəni onlara qalib eləmək. Bu, mit tərəfindən etkilənməkdir. Bu, usturə tərəfindən etkilənməkdir, təsir almaqdır. Nə mənə, misalı nə olar? Şahnamə-i Firdevsi 1000 il bundan qabaq yazılıbdır. Usturədir, İrandır, İran şahlığıdır, filandır, bəhmandır və biz bunu qəbul edirik. Bundan etkilənirik. Bunu istədi desin. Ayrıca bu mit çox sağlam və gerçək bir örgütlənməyə də dəstəklənir. Deyir ki, o mit, o şahnamə, məsələn, Şahnamə-i Firdevsi
və İran məsələn deyək qədimi tarixi Xuruş filan ki Şahnamədə yoxdur Xuruş da əlbəttə. Ayrıca bu mit çox sağlam yəni ustubar. Farsça desək, sağlam yəni qalarğı, salim və gerçək bir örgütlənmə, təşkilatlanma, örgütlənmə, təşkilatlanma, sazımanlanma, sistematik olmaq, sistemlənmə, örgütlənmə ilə də dəstəklənir. Deyir ki, o Firdosinin Şahnaməsinə və onun içinə yüzlər təşkilat düzəldirlər. Örgütlənmə ilə dəstəklənir, himayət sözü ki, ərəbcədə onun türkçəsidir. Deyir ki, onu dəstəklir, himayətlir. Yüzlər təşkilat var. Məsələn, Zəban və Ədəbiyyat Farsı qurur, Nəmənəyə Firdevsi qurur, Nəmənəyə Sədi qurur, Nəmənəyə Hafiz qurur, nə bilim, Cəşn 2500 sal qoyur, İslamı ona yaxınlaşdırır, Zülqərneyn kuruşdu və bunlar hamısı örgütlənir və təşkilatlanır və büdcə də alırlar. Bilirsiniz, çox ağır bunların büdcəsi var. Sümürgəcinin tarixsel, ekonomik və kültürel ehtiyaclarıyla bəslənən və yenilənən bir hökumət və hukuk sistemi. Deyir ki, nə olur? Diqqət buyurun. Dedi ki, şey olur. Mən qatışdırdım. Dəstəklənir. Nədir olur? Sümürgəcinin tarixsel, Farsların tarix üzünə yazdıqları düşüncələri, bizə təhmil elədikləri onun üzünə tarixsel, ekonomi, iqtisadi, onların iqtisadi və kültürel, onların fərhəngi onların ehtiyaclarına görə, bu üç dənə də tarixdə olan ehtiyaclarına, iqtisadda olan ehtiyaclarına və kültür olan ehtiyaclarına bəslənən, ondan təğziyə olan və yenilənən, tazalanan, dəyişdirirlər. Məsələn, indi deyirlər İran-ı fərhəngi, qabaqdan İran-ı coğrafiyaydan ya İran-ı siyasətdən danışırlar. İndi deyir ki, İran-ı fərhəngi, İran şəhri İran-ı fərhəngi eləyirlər. Daimən neynər? Yenilənən, yəni tez-tez dəyişilən, up to date olmaq. Bir hökumətdir və hüquq sistemidir. Bildiniz bunu? Deyir ki, bu bir hökumət düzəldər onların əsasında və bir hüquq sistemi, qanun sistemi düzəldər. İftira və alaya karşı duyarsız olsa belə, deyir, əgər iftira yəni bir üstünə bir söz atılır, bir şey adama vurulur ki, o deyil. İftira və alay da məsxər eləmək. Məsələn, Türkə xər, alay eləməkdən da geçir. Əslən, rəsmən bu, mən dünən, birinci dəfə dünənləri deyirəm, o CNN-in dünənki proqramında gördüm, rəsmən faşist dedi deyir, siz bunu gəlməsin, deyir, bu faşistmidir. Əslən, sən birinə desən ki, Türkə xər, yəni o ki adam ki bunu deyir, o faşist dedi. Və onu demağından bunları qətlam edir. Buracan mən hamısını buracan demişdik əlbəttə bunları, amma dünən də bunu mən eşitdim, mənim beynimdə çox böyük təsir qoydu. İftira və alayla qarşı duyarsız, əgər onların qabağına iftira və alaya qarşı duyarsız, yəni ehsassız durmaq, onu eləməmək, alayı və suçları neyləmək, iftiranı qabağında ehsas göstərməyəsən, hərəkət eləməyəsən, narahat olmayəsən. Olsa belə nə olar? Həqarət və itib kakmalar. İtib kakmalar. Deyir ki, nə olar? Əgər onların qabağında deyir ki, ehsassızı göstərməsəz, onların ittihamlarının, iftiralarını və tohinlərinin, faşisti rəftarlarının qabağında bir şey də göstərməsəz, nə inərlər? Həqarət elərlər və itib, sizi itələrlər, qalxmalara gülüb getsə belə. Deyir ki, onlar sizi itəliyib, yıxıb qalxmalarıza, itib, yəni itəlir, qalxma da qalxmaq, yerdən qalxırıq, o bizi itələdi, yıxdı, biz qalxırıq. Deyir, gülər, neynər? Gülüb getsə belə, deyir, əgər ondan gülüb getsə də, sümürgə insanı, bizlər, sümürgə müstəmrə insanı düşük
ücrətlərdən aşağı müzd alar. Əl müzdü, düşük insanı düşük ücrətlərdən aşağı müzdü olar. Kültürünün çəkdiyi acıdan fərhənginin, mədəniyyətinin, sümürcə insanının fərhənginin və mədəniyyətinin çəkdiyi acıdan dilini, tarixini, hər şeyini aradan aparır, o acıdır. Doğumundan ölümünə qədər, doğumdan ölümümüzə qədər onu yönətən yasadan nasıl kaça bilir? Deyir ki, doğumdan ölümümüzə qədər bizi idarə eləyən qanundan, yasa qanun ərəbcədir, yasa onun moğulcasıdır ki, türkçəyə edəcilibdir. O yasadan nasıl qaça bilər? Diqqət buyur, görün nələr dedi. Dedi ki, bunlardan qaça bilməz. Nələrdən? İftira vurar, sizlə alay elər, məsxərə elər. Siz əgər bunlara cavab da verməsəz, o gələr sizi itələr, yıxar, həqarət edər və siz hətta gülüb keçsəz də, o gələr sizə deyər ki, neyinir? Aşağı düşüklə sizə iş verər və görün bizə nə təsirlər qoyur. Aşağı düşük sizə muzd verər və ha belə ölümdən, doğumdan ölümə qədər bizi idarə edən bir vəziyyətdə biz nasıl bundan qaça bilərik? Yəni bizim beynimiz dəyişəcək, təbii nəticə o olacaqdır. Mən əgər 4 sətir də oxusam, bu dərsi qutarırıq ki, sümürcə insanı tıpqı sümürcə aldatmacasından qaçmaması kimi gerçəkdən yetərsizlik yaratan durumlardan da qaçamaz. Bir necə ki, sümürcə insanı, tıpqı necə ki, sümürcə aldatmalarından, sümürcəçilərin aldatmaq sistemindən, dedik da, mədrəsədə, danışqada, radio, televizyonda bizi aldatırlar hər yerdə. Malla, mənbərdə, hər yerdə aldatırlar bizi. Necə ki, deyir, o aldatmalardan qaça bilməz. Çünki ölümdən, doğumdan ta ölüməcən bizi idarə edirlər. Onlardan qaçamırıq. Deyir, ona tay, gerçəkdən də yetərsizlik, kifayətsizlik yaratan durumlardan da qaça bilməz. O durumlar, o vəziyyətlər ki, orada yetərsizlik, kifayətsizlik, onlardan da qaça bilməzsən sən. Sümürcə insanının gerçək portresi bir ölçüdə bu ilişkiyə bağlıdır. Deyir ki, müstəmirə insanlarının gerçək təsviri, onların vaqei təsviri nəyə bağlıdır? Bunu istirdesin. Bir ölçüdə, bir miqdar, bir əndazədə bu ilişki ki, dedi, ha, uşaqlıq doğumdan ta ölümə qədər biz onlar beynimizlə nə oyunurlar? Deyir, ona bağlıdır. İqtisadımız, fərhəngimiz, hər şey deyir, ona bağlıdır. Bizim bu tavlanmaq sistemimiz, nədir bizi tavlırlar? Öncəki ifadəyi tərsinə çevirərək. Deyir ki, qabaqçı ifadəni, o söz ki demişdik, onu tərsinə çevirsək, tərsinə çevirsək, nə olar? Çevirsək, sümürgəciliyin, istemargərliğin, tıpqı sümürgəciyi yarattığını gördüyümüz gibi, deyir, necə ki sümürgətini, o istemargər düşüncə, fəlsəfə, necə ki farsları yaratır, sümürgətiliyi yaratdığı kimi, onun beynini düzəltdiyi kimi, yaratdığı, gördüyümüz gibi, onu dedik, sümürcə insanını da yaratdığı söylənə bilir. Söylənə bilər ki, elə o ideoloji, o düşüncə müstəmirə insanlarında yenidən yaradır. Yəni, Fars ideoloji farsları yaradır, farslaşdırır, yəni onlardan bir insan, bir qrup düzəldir. Eyni halda o ideoloji ilə bizi də değiştirirlər, bizdə yaradırlar yenidən. Bunu dünən demişdim. Dostlar, 103-cü səhifəni yarın oxumaq ümidi ilə taza bölümə keçəcəyik. Bu günləri biraz da çox da olsa, amma oxuduq, qutardıq bu bəxşi. Sağ olun, görüşmək üzərinə yarın. Allaha tapşırdım, sağ qalın.